İmam Əli əleyhissalamın belə məşhur kəlamı var. Buyurur ki, nə çox diri insanlar var ki, diri ikən ölüdülər. Nə çox ölü kimi zənn edilən insanlar var ki, onlar ölü ikən diridirlər. Əgər bir insan sağ ikən nə ailəsinə, nə cəmiyyətə, xalqa, millətə, ölkəyə əgər faydası yoxdursa, o insanın varlığı ölmüş kimi. Amma bir insan elə bir elmi əsərlər qoyub, xalqına, millətinə, ölkəsinə, cəmiyyətinə, dininə, məzhəbinə fayda verici bir səmərəli, məhsuldar insan olubsa, o dünyasını dəyişmiş olsa belə, məsələn, baxsaq, bizim klassiklərimiz, nizamilərimiz, Məhəmməd Füzulilərimiz və s. Bunlar, yəni, bu günləri adları çəkilirsə, onlar diridir. Və Allah şəhidə ölü ifadəsini işlətməyin deyə söyləyir. Yəni, onlar diridir, onlar yaşayır və bəli, onları da yaşatmaq bir xalq olaraq, bir millət olaraq, vətəndaş olaraq hamımızın boynunun borcudur.